إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqva olmağınızı çağırıram. Və mühüm mövzulardan biri hansı ki Allah Subhanahu taala bizə Quran-ı Kərimdə o məxluqdan bizə xəbər verir, o da şeytandır. Belə bir surə, çox az surə var ki, orada o qeyd olunmasın. Surələrin çoxsunda ondan bizə xəbər verir. Və bildirir ki, o sizin düşməninizdir. Və açıq aydın düşməniniz. Və bildirir ki, ona tabi olmayın, onun adımlarının dalınca gedməyin, onun vəsvəsələrinə uymayın və s. Və bu onu göstərir ki, şeytandan necə qorunmaq olar? Ancaq onu yaxşı tanımaqla, onun vəsvəsələrini yaxşı tanımaqla, hilələrini yaxşı tanımaqla. Ona görə biz bəzən görürsən çox vaxt onu yaddan çıxardırıq. Və bəzilər hərdən elə düşmənlərdən danışır ki, hansı ki o düşmən hansı ki içində də onu yaddan çıxardıb. Çünki biz öz içimizdəki düşmənlərə qalib gələ bilməsək, bayırdakı düşmənlərə qalib gələ bilmərik. Və ən böyük düşmənimiz də daxilimizdə şeytandır. Və şeytanla bu mübarizə çox hələ əvvəldəndir, Adəmin yaradılmış günündəndir. Hətta cənnətdə. Yəni, bu mübarizə şeytanla, daha doğrusu iblislə. Çünki iblis şeytan deyildi. İblis cin idi, cinlərdəndir və şeytan deyildi. Asi olandan sonra şeytan oldu. Çünki şeytan vəsfdir, vəsf. Ayrıca məxluq deyil. Ona görə, məsələn, var şeytan cinlərdən, var şeytan heyvanlardan, var şeytan insanlardan və ən təhlükəsi də insanlardır. Çünki cinlər belədir ki, Quranla ayə ilə gedir. Heyvanı da görürsən, daş atırsan, çıxıb gedir. Qovursan, çıxıb gedir. Bu insan gedmir də. Ona görə, qardaşlar, bu mübarizə şeytanla, iblislə hələ cənnətdən başlayıb. Adəm əleyhissalamla. O vaxt ki, iblis Allaha asi oldu, Allah Taala'nın əmrinə və Adəmə səcdə eləmədi, Allah Subhanahu taala onu cənnətdən qovdu. Və onu lənətlədi ta qiyamətə üçün, ta qiyamət gününəcən. Və şeytan da elə o vaxtdan and içdi ki, bəs Adəmi həmçinin övladların bacardığımı azdıracam. Ona görə Allah Subhanahu taala ondan xəbər verib buyurur ki, qalə fəbi'izzetikə la uğviyyennəhum əcma'in illə ibadəkəl minhumul muxlasin. Yəni, and içir ki, Allah Subhanahu taala'ya Sad surəsi 82-ci ayə. Onları azdıracam, bir dənə kimi bacarmayacam, kimlər ki, xalis qəlblə sənə inanırlar, sənə əməl edirlər, sənə dediklər və. Sonra cənnətdən elə ki, Adəm əleyhissalamla Həvva qovuldu, o şeytanın onları o vəsvəsələrinə uyandan sonra qovuldular. Lakin bu döyüş davam eləyir. O vaxt ki, Adəm əleyhissalam yer üzünə Allah Subhanahu taala göndərdi, o nazil oldu və şeytan başladı, artıq iblis şeytan oldu. Və başladı öz vəsvəsələrlə, öz yollarla, cürbəcə silahlarla Adəm övladlarını azdırmağa. Və şeytanın, məsələn, silahları cürbəcürdür, müxtəlifdir. Və silahlarından biri gözəlləşdirmək.
bir şey gözəlləşdirmək, allatmaq. Allah subhanahu teala bu barədə buyurur ki, o vaxt şeytan dedi ki, لَاُزَيِّنَنَّ لَهُمْ fil ard, yəni yer üzünü onlar üçün gözəlləşdirəcəm və لَاُغْوِيَنَّهُمْ أَجْمَعِينَ, yəni aldadacam hamısını, yəni azdıracam. Hicr surəsi 39-cu ayə. Həmçinin silahlarından yalan və aldatmaq, söz verib aldatmaq. Necə Adəm əleyhissalam Havvaya deyir ki, وَقَاسَمَهُمَا İnni ləkuma ləminən nasihin. Əraf surəsi 21-ci ayə. Yəni, o deyir ki, mən sizə gör ki, nəsiyyət eləməyə gəlmişəm və s. Amma yalan danışırdı. Gəlmişdi ki, azdırmağa. Və həmçinin Nisa 120 və s. Quranda ayələr çoxdur. Və Allah subhanət hələ başqa ayədə buyurur ki, Bəqərə surəsi 268-də Əş-şeytanu ya'idukumul faqr və ya'murukum bil fəhşə Vallahu ya'idukumul məğfirə və məğfirətun minhu və fadlə. Bəqərə surəsi 268-ci ayə. Yəni şeytan, Allah subhanətlə bu ayədə buyurur ki, şeytan nə yaparır? Fakirliyə. Ola bilən mal olsun, lakin daxilən fakir olacaqsan. Və ya'murukum bil fəhşə, fahiş işlərə, pis işlərə. Aydındır. Və Allah subhanətlə isə məğfirətə və fəzilətə dəvət edir, çağırır səni. Və həmçinin onun yollarından həmçinin qardaşlar bilmək lazımdır ki, o güclü düşməndir. Və ən güclü düşmən odur. O bizi yaxşı tanıyır. O bizə yolları necə tanıyır, yaxşı tanıyır. O bizi görür. Biz onu görməsək də, necə Allah subhanətə Əraf surəsində 27-ci ayda xəbər verir ki, o bizi görür, lakin biz onu görmürük. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve selləm buyurub ki, o bizim damarlarımızda axan qan necə axır və o cür daxil olur bizə. Buxari və Müslim rivayət edib. Və həmçinin onun silahlarından, həmçinin onun gücündən, hansı ki, bəşər oladına qalib gələ bilər, bəzi qeybi məsələlərdən eşidib xəbər verməyi. Və biz bilirik ki, mələklər qədəri yazırlar, var ümumi qədər, var həmçinin birillik qədər. O yazanda bəzi iblisin köməkçiləri, başqa şeytanlar, cinlərdən, onlar eşidirlər bəzilərin və gəlib xəbər verirlər, xüsusən baxıcılara, kahinlərə və s. Və onlar da bir şey eşidib, 100 dənə qoyurlar üstünə və bu cür cəmaatı alladırlar. Və bu da şeytanın yəni bəzi fərasətlərindəndir. Təbii ki, o heç nə qeybi bilə bilməz tam, lakin bəzi şeylər eşidirlər, onun köməkçiləri gəlib xəbər verirlər. Həmçinin qardaşlar, lakin buna baxmayaraq, rəhmən buna baxmayaraq, Allah subhanət hələ buyurur ki, İnnə keydə şeytan kənə daifə. Yəni, şeytanın vəsvəsələri, məqsədləri bizə qarşı o zəifdir. Lakin nə vaxt? Əgər biz güclü olsaq, güclü yəni bədənlə yox, yəni güclü imanla. İmanla olsaq, o zəifdir. Nisa surəsi 76-cı ayə. Ona görə, qardaşlar, xilas yolu imandır. Yəni təqvadır, dindir. Dinsiz şeytanı qalib gələməyəcəksən, çünki əslən dinsizə şeytan ehtiyacı yoxdur ona. Aydındır. Şeytan əsas dindarlarla çalışır. Ona görə görürsən, hətta ibadətdə gəlir. Hətta ibadətdə də gəlir. Namazda da gəlir. Və şeytanın hədəfi nədir? Yəni, biz bugün ümumən bəzi şeytanın tanışlıqdır bu. Düşmənimizlə tanış olduq. Hədəfi nədir bunun? Hədəfi odur ki, özünlə bəşər ovladın, kim ona uysa, cəhənnəmə aparmaq. Şeytanın hədəfi iblisin və budur. Və ona görə, həmçinin, yəni Fatır surəsində 6-da buyurur Allah subhanət hələ, Nisa 60-da və s. Lakin şeytan əgər hətta öz məqsədinə çatmasa belə, hətta bəzi şeylər təsir etsə də, o da qələbə çalır yenə. Yəni, üzülmür. Yəni, əgər səni apara bilməsə də, çalışır ki, nəsə sənə zərər toxundursun. Və məsələn, onun zərərlərindən, məsələn, yollarından o bizə hansı yollarla gələ bilir? Hətta namazla gələ bilir. Namazı içində gələ bilir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve selləmə bir kişi gəlib deyəndə ki, ya Rasulallah, bəs oxudum, lakin qarışdı hər şey. Dedi ki, hələ bir şey olanda bu şeytandır gəlib vəsvəsə eləyir və hələ bir şey olanda 3 dəfə sol tərəfə hava ilə belə tüfürən kimi tüfürmürsən. Çünki bəzilər bu hədisi eşidib, bəzi avamlar deyiblər ki, Əbu Bəkrə gedmir, orada yanında tüfürürlər üstüvə. Avamdır. O tüfürmürsən, o yəni havadır belə eləyirsən 3 dəfə
və şeytan lənətliysən, belə deyir, ilgəndə gedir. Vəsvəsə gələndə, lakin güclü vəsvəsə. Hərdən bəzi qardaşlar elə bir damcı şey olan kimi o saat onda namaz olmayacaq. Yəni ciddi, nəsə belə böyük bir dənə vəsvəsə gəldi, onda. Aydın qardaşlar, bunun da yolu var. Həmçinin, şeytanın məsələn yollarından həmçinin insana gətirir tənbəlliyi, yorğunluğu göstərir, onu aparır. Məsələn, yollarından onun xoşluğu əməllərdən biri əsnəmək. Gəlib hədislərdir ki, əsnəmək şeytandandır, açıq aydın. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əsnəmək şeytandandır. Ona görə əsniyəndə necə bacarırsa onun qabağını alın. Və xüsusən də deyir, əsniyəndə deyəndə şeytan gülür. Ləzzət alır. Yəni, əsniyəndə sən tək olanda belə eləysən, olmaz. Şeytanı güldürürsən. Aydındır, qardaşlar. Ona görə insan əsniyəndə bacardığın qədər qabağını. Necə qabağını alın? Məsələn, əl tutmağına. Həm də ədəbdəndir. Cəmaatın qabağında, yəni ağzı o boyda açmaq düzgün ədəbsizlikdir. Ona görə ədəbdəndir ki, ağzı tutmaq, əllə. Və həmçinin, qardaşlar, yollarından məsələn çoxlu yatmaq. Yəni, elə şəraiti aparır ki, səni vəsvəsələrlə başlayırsan çox yatmağa. Və bu da şeytanın yollarından biridir. Çünki Əbu Hureyra radiyallahu anhum deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insan yatanda şeytan gəlir, 3 dənə düyün atır onun saçına. Deyir, 3 dənə düyün atır. Və birinci düyün haçana açılır, əgər açılsa, o deyir, qalxanda zikirdən qalxanda, yəni yuxudan qalxanda zikri var, o zikri deyib qalxırsan. İkinci düyün açılır dastamaz alanda. Aydındır. Üçüncü də düyün açılır namazda. Yəni, təsəvvürlə bunu eləməyənlər. Aydındır. Üçüncü də düyün açılır, deməli, namazda. Yəni, ibadət səni tənbəl olmağa qoymur. Lap necə yatsa onda bilirsən ki, durmalısan namaza. Qoymur, saxlayır səni. Lakin ibadət eləməyəndə tənbəl olur insan, çox yatır və s. Oyaq olmur çox vaxt. Ağlı da həmçinin olmur. Ona görə həmçinin, qardaşlar, yollarından həmçinin yemək içməklə görürsən ki, vəsvəsələr verir. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, əgər bir kişi evinə girəndə zikr etməsə, şeytan yanındakilər deyir ki, əla, bugün yatmağa yerimiz var. Və əgər yiyəndə Bismillah deməsə, deyir ki, əla, bugün axşam yeməyimiz də var, yiyib içməyimiz də var. Və təsəvvürlə, evə girəndə və yemək yiyəndə, məsələn, zikirdir, Bismillahdir, yeməkdən sonra elhamdülillahdir. Bu zikirlərlə insan özün, baxmayaraq, balaca kəlmədir, lakin gör necə böyük yeri var onun. Həmçin, qardaşlar, bazarlarda, məsələn, əsasən o vəsvəsələr bazarlardadır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ey tacirlər, əgər deyir, alver eləyirsinizsə, onu yuyun sədəqənə. Yəni, sədəqə verin ki, çünki şeytan orada vəsvəsələri çoxdur, bazarda. Və bəzi rivayətləri gəlir ki, şeytanın məscididir, yəni oturacağın yeri. Və həmçinin, qardaşlar, gələn vəsvəsələrindən biridir, insan hətta son vaxtda da gəlir. Son vaxtında da gəlir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, o son vaxtda o gələn şeytanın vəsvəsələrindən qorunmağı istəyin. Yəni, ölən vaxtı, son vaxtda onda da gəlir. Yəni, şeytan səni tərk eləmir. Ta doğulan gündən, ta ölən dəqiqələrəcən. Və təsəvvür necə düşməndir. Yəni, belə düşmənlə mübarizə farmamaq birinci ki, başqa düşmənlərlə mübarizə farmamaq alsızlıqdır və mənasızdır. Ona görə, həmçinin, yəni, bu düşmən barədə danışmaq çoxdur. Lakin necə xilas olmaq olar? Hansı yollarla, hansı silahlarla xilas olmaq olar? Ən birinci ixlasla. Yəni, ibadətin yalnız Allah üçün olsa, o ən böyük qalxanlardan biridir. Çünki şeytan özü deyir, Allah subhanətlə buyurur ki, o vaxt şeytan dedi ki, mən onları bazardığımı azdıracam, bir dənə illə ibadəkə minhumul muxlasin. Bir dənə ixlaslardan başqa. Yəni, onları azdıra bilməyəcəm. Yəni, ixlas göstərir ki, ayədə şeytandan nəcat tapmaqdır. Hicr surəsi, deməli, 39-40-cı ayə.
Həmçinin, qardaşlar, gözəl ibadət. Allah subhanət hələ ibadət. Şeytanın vəsvəsələrindən, şeytandan qoruyur. Həmçinin onu lənətləmək, yəni ondan Allaha pənah aparmaq. Hər dəfə də lənətləmə. Yəni, günah eləyəndən sonra lənətləmə, sevinir. Deyir ki, azdırdım səni. Aydındır. Günah birdən çaşanda, birdən səhv eləyəndə onda lənətləyə bilərsən. Amma günah eləyəndən sonra deyir, Allah şeytanı lənətləsin, mən də zina elədim də. Belə, əksinə, sən onu sevindirdin. Allah'a qəzəbləndirdin, özünə qarşı, lakin şeytanı sevindirdin. Ona görə, lakin çaşanda, xəta eləyəndə onda lənətləmək olar şeytanı, iblisi. Həmçinin nəcat, yəni ona qarşı silahlardan həmçinin, məsələn, Quran oxumaq, məsələn, ona qarşı qalxanlardandır. Həmçinin, qardaşlar, zikr eləmək. Yəni, Peyğəmbər sallallahu hətta ayaq yoluna girəndə zikir var. Ayaq yoluna girəndə, deyək ki, yemək yiyəndə, meçidə girəndə, hətta ayaq yoluna girəndə də zikirlər var. Yəni, müsəlman o zikirlərə rayət eləsə, inşallah qorunur. Onun vəsvəsələri zəifləyir. Ona görə onlardan istifadə edir, qardaşlar. Bəzi qardaşlar edir ki, balaca şeydir də, nə var, demirəm. Yox, harada imkan var, nə imkan var, istifadə elə. De, bilginən ki, sənin xeyrivədir. Həmçinin, qardaşlar, yəni, Quran dedik, zikir dedik, həmçinin dastamaz. Dastamaz da şeytandan qorunmaq üçün bir silahlardan biridir. Həmçinin cəmaatda olmaq. Xüsusən cəmaatla namaz qılmaq. Bu da şeytandan qorunmaq üçün yəni yollarından biridir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər 3 nəfər bir kətdə ya bir yerdə olsalar və onlar namaz qılmasalar orada, artıq şeytan onları öz əhatəsinə alıb, şeytan onları bürüyüb orada artıq. Ona görə cəmaat nə olun? Çünki cəmaatdan ayrılmaq, elə bir ki, bir qoyun sürüdən bir ayrılmaq kimidir. Şeytan da canavar kimi sürüdən ayrıldım, qutardı. Düzdür, demədi ya, darül küfür olmaq. Bax ki, darül küfürdürsə cəmaat qılma. Aydındır, çünki hədisi gəlmədi darül küfür. Yəni, o kənd ki, artıq 3 nəfər var. Gəlməyib darül küfür, indi balacalar tezə bir dənə şey atıblar. Darül küfürdə gör ki, cümə olmaz. Yalandır, heç kəs deməyib. Və qəribə də onlara inananlar. İndi o artistdir, ya başdan xarabdır biri, o heç, o atqırağı. Lakin ona inananlar, adam onlardan təəccüblənir. Aydındır. Və demədi, darül küfür, olsa qılmayın. Yox, 3 nəfər artıq varsa, artıq cəmaat fərzdir. Əgər cəmaat namazı fərzdir, cümə necə? Aydın qardaşlar, həmçinin cəmaatda olmaq, deməli, şeytandan, onlar qəsdən atıblar, bilirsiniz, qəsdən atıblar cəmaatı bölmək üçün. Və əsasən də, haçan cəmaat çoxalır, hələ adamlar atılır, cəmaatı dağıtmaq üçün, zəiflətmək üçün. Aydındır. Ona görə heç də hər danışana uymaq düzgün deyil. Xüsusən cavanlar. Həmçinin, qardaşlar, yolları çoxdur, onun vəsvəsələri çoxdur. Nə vaxt gəlir? Məsələn, qəzəblənəndə. Ona görə qəzəblənmə, çox vaxt, yəni özü səbirli ol. Xüsusən qəzəbləndə gedir. Ona görə qəzəbləndə tərkil o yeri. Ya oturmuşsansa durginən, ya hərəkət elə. Ya bir şey elə ki, soyginə. Çünki qəzəblənəndə onun qapısıdır. Qıtardı. Şiddətlənəcək, əgər qabağını almasın. Həmçinin yollarından qadın. Və ən güclü yolu budur. Qadın da yollarından biridir. Və həmçinin, qardaşlar, mahnı, tələsmək, yaddan çıxartmaq, aydındır, vəsvəsələr və s. Bunlar hamısı onun yollarıdır. Ona görə özünü qorumaq üçün, qardaşlar, özünü qorumaq üçün, bunlar bizə lazımdır. Ən birinci bizim düşmənimiz budur. Ona görə İbn Qeym Rahimullah Zadul Məyadda cihad bölümündə deyir ki, cihadın 14 dənə növü var. Onlardan da biri insan öz şeytanla cihad eləmək.
Şeytanla cihad necə eləyəcəksən? Silahla yox. Mənəvi silahla, evablarla, hansı ki qeyd etdik. Onsuz da biz buna qalib gəlməyincə, başqalarına qalib gəlməyincə, bu hamı dərk eləməlidir, başa düşməlidir. Bu da Rəbbani üslub, Rəbbani yol, sələfin yolu, Peyğəmbər salsı təlimi. Allah subhanət hələ bizə işin faydalardan etsin və bizi indi də sabit etsin. Və Allah subhanət hələ müsəlmanlara kömək olsun. Allah subhanət hələ tezliklə məscidimizin açılmağına kömək olsun. Allah subhanət hələ o müsəlmanlar ki, xəstədir, ya Rabbi, onlara şəfa ver. Ya Rabbi, o müsəlmanlar ki, ölüblər, onlara rəhmət elə. Ya Rabbi, bizi fitnələrin əhlindən qoru. Və aqulu həzə və əstəğfirullah li və ləkum və lisairi muslimin min kulli zəm. Əstəğfiru, innəhu huvəl qafurur rahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiya və mursalin, seyyidin Muhammedin və alə alihi və ashabi əcmain. İbadallah, innallaha ya'muru bil adli və ihsani və ita'i zil qurbə və yanhanil fəhşai və munkari və bəği. Ya'idukum la'allakum tədəkkarun və li zikrullahi əkbar. Vallahu ya'lemu ma tasna'un və aqimus salat.